Var-dövlət səni dəyişərdi, yoxsa real kimliyini ortaya çıxarardı? Biri var idi, biri yox idi. Tanrıdan başqa heç kəs yox idi. Keçmiş zamanlarda bir şəhərdə iki qardaş yaşayırdı. Böyük qardaş Qasım varlı-karlı tacir idi. Alver ilə məşğul olardı. Qərbi dünya malına o qədər bağlı idi ki, gözü qızıl gümüşdən başqa heç nə görməzdi. Əli baba isə sadə həyat sürər, meşədən odun qırar, halal zəhməti ilə ailəsini dolandırardı. Günlərin bir günü Əli baba odun dalınca meşənin dərinliklərinə gedib çıxdı. Qəfildən yaxınlaşmaqda olan atların gürültüsünü eşitdi. Gizlənib baxdıqda 40 nəfər quldurun nəhəng bir qayanın qarşısında dayandığını gördü. Quldur başçısı qayaya tərəf dönüb uca səslə "Açıl Simsim!" dedi. Həmin an nəhəng qaya sanki ortadan yarıldı. Quldurlar mağaranın qaranlıq ağzında yox oldular. Bir müddət sonra onlar kisə-kisə qızıl gümüşlə çölə çıxdılar. Başçı yenidən səsləndi. Sehirli sözləri deyərək qayanı yenidən bağladı. Quldurlar uzaqlaşandan sonra Əli baba ehtiyatla gizləndiyi yerdən çıxdı. Tilsimli sözləri təkrar edərək mağaranın sirrinə bələd oldu. Lakin ürəyi təmiz, nəfsi tox insan idi. O tamaha düşmədi. Yalnız ehtiyacı qədər qızıl götürüb evinə döndü. Çox keçmədi ki, qardaşının qəfil varlanması xəbəri Qasımın qulağına çatdı.